Əliyev Misirdə Trumpla şəkil çəkdirmək üçün 10 milyon dollar verib. Bir dənə şəkil çəkdirmək üçün 10 milyon dollar verib. Bəs sual ortaya çıxır. Pulu necə veribdir? Deməli, Netanyahu Trumpa qızıldan hazırlanmış göyərçin hədiyyə eləyib. Görün, mən nələr bilirəm, ki. Həmin qızıldan hazırlanmış göyərçinin pulunu 10 milyon dollar İlham Əliyevə ödətdiribmiş. Netanyahu da Trump'ın xahişi ilə 10 milyonluq göyərçinin pulunu İlham Əliyev hazır. Xahişi ilə, yəni görüş də bizim adamdır, görüş. Görüşüb şəkil çəkdirərsən. İndi daha Trump bilirmi göyərçinin pulunu İlham Əliyev verib, o qızıldan, brilyant qaçdı göyərçini? Bilirmi, bilmirəm. Ona görə Trump'dan xahiş edib, Netanyahu buna şəkil çəkdir. Mütləq, xahiş edib məndən. Trump'a buradan deyirəm, Amerika məni zaten izləyir. O göyərçin var, hədiyyə eləyibdir Netanyahu. Onun 10 milyon dollarını İlham Əliyev verir. Həmən göyərçini də göstərirəm, ala baxın. Göyərçin də budur. Bu pulu İlham Əliyevin verdiyi pul budur. Alın. Bu göyərçindir, deyələnə. Baba, qızıldan hazırlanmış göyərçin. Yəni sülh rəmzidir. Bunu güya Netanyahu sülh istəyən adamıymış da, nəysə. Bunu veribdi Trump'a, bu qızıldan hazırlanan göyərçini də İlham Əliyev düzə. Pulunu İlham Əliyev verir. 10 milyon dollar. Keçən də bildinizdə Trump'ın balaca qızıldan heykəlini düzəltmişdi. Brilyant qaçdı. Trump da bunu həftədə bir çağırıb salam verir də gedənə kimi. Ölkənin büdcənin bütün hər şeydə süpürüb verərlər bunlara. Həmin kadrlarda İlham Əliyevlə görüşüb, sonda İlham Əliyevə deyir ki, Ermənistanla dalaşıb eləmirsən. İlham Əliyevə deyir, Ermənistanla dalaşıb eləmirsən. İlham deyir, yox. Trump da deyir ki, səni bir də Ermənistanla, əlini də belə deyir, səni bir də Ermənistanla dalaşan görməyim, ha. İlham Əliyev də həm əli ilə, həm də sözlə deyir ki, həm əli ilə belə eləyir, həm də sözlə deyir, bir də olmayacaq. İnanın Allaha. Bu görüşdən sonra deyir, axırda. Yok. Gördün ne dedi? Gördün. Bir Ermənistan'dan İlham Əliyev belə deyir. Yok diyor. Böyle bir Ermənistan'dan deyir, dalaşdığını görmeyeyim ha. Böyle prezident olar. Putin'le get, kucaklaş, kucağında otur. Trump, Paşinyan ki birinin kucağında otur da.